Yenə mən kəndə gəlmişəm və yenə mamam fürsətdən istifadə edib şəhərə qaçıb. Amma nə yalan deyim, artıq o yoxkən bu işləri görməkdən ayrı bir zövq almağa başlamışam. Səhər saat 5-in yarısı oyanıb ilk inəyimi sağmağa başlayıram və artıq sonuncunu sağanda hava çoxdan aydınlanmış olur. Yolumu həsrətlə gözləyən pişiklərimizin payını verib yenidən tövləyə yollanıb inəkləri çölə çıxarıram. Onlar çöldə gözləyərkən sıraya getməkdən imtina edən bir inəyimizin, buzovumuzun və quzularımızın yemini verirəm. Sonra qonşularımızla birlikdə inəklərimizi sıraya ötürməyə yollanırıq. Kəndimizdə 2 növ nobat var. Biri pullu, digəri isə normal növbə ilə gedilən nobatdır. Demək olar bizim məhəllədə hamı pullu sıraya qatırır inəklərini. Evə qaydanda artıq saat təxmini 6 olmuş olur. Tezbazar toyuqların və yeni aldığımız cücələrin dənini və suyunu verməyə yollanıram. Nəsə bu il aldığımız cücələrin halı heç ürək açan deyil. Deyəsən bu gedişlə payızda saymağa belə cücə qalmayacaq. İşlərin əsas hissəsini həll etdim sayılır artıq. Əyin başımı dəyişib bu dəfə də südü çəkmək üçün maşını quraşdırıram. Bu arada ilk dəfə Laçınlı bir iş yoldaşımdan buna çiyə deyildiyini eşitmişdim. Biz sadəcə qaymaq deyirik. Bütün işləri tamamlayanda artıq saat 8-ə işləmiş olur. Biraz ortalığı toparlayıb babam işə getməmiş səhər yeməyini hazırlayıram. Təəssüf ki, bütöv bir günü bura sığışdıra bilmədim, çünki anamsız hər şey çox çətindir. Növbəti videolarda görüşərik. Hələlik.